Hoş gördük değerli dostlar. Her vaktiniz hayırlı olsun. Yine de kasıbların dostu dayı size bir tane iki otaqlı həyətinə demək olar ki, rahatlıkla maşın girir və maşın girir. Oturmağa da yerin var. İki otaqlı təmiri də başa çatır. İndi biraz natəmizlik var təmirdə. Yəni inşallah yerləşmə də əla yerdə. Park yaşayış kompleksinin Xırdalan şəhəri. Af yaşayış kompleksinin arxa tərəfindədir. Kombi xətlərinə qədər çəkilib də, hə usta? Hamısı çəkilib. Usta hoca dedi ki, çəkilib hocam. Tamam. Burada deməli giriş hissəsidir. Sanitar qovşaqdır. Biraz burada səliqəsizlikdir. Nədir? Yəni laminatlar hamısı vurulub. Xırdamırda işləri qalır da. Burada evdə xırdamırda işi var. Və bura mətbəx hissəsidir. Çək qardaş bir dənə mətbəxi. Bir dənə çəkmək. Və bura mətbəx ayrı-ayrılıqdadır. Bura yataq otağıdır. Səhv eləmirəmsə, iridir. Oradasa bir 14-15 kvadrat taşlı var. O biridir. Pəncərəsi də baxır bu tərəfdədir. Pəncərəsi də var. Normal. Yəni divara məsafəsi var. Yaxınlığında. Xırdalan şəhəri. Gəl bura. Düz hardadır? Gəl bura. Gəl. Bax burada da belə bir iri zalımızdır. Zalımızdır. Bir dənə bunu açın baxın. Allah. Bura açıqlıqdır. Bir dənə bax ki. Gəl buradan bir dənə bax. Divarla arası açıqlıqdır. Bu kraskalanıb. Bir dənə bunu götürün. Bax. O gör nə qədər məsafəsi var. Oradan ara məsafəsinə bax. Yəni açıqlıqdır. Qiymətə bax. Ən gözəl qiymətdir. Bax iridir. Otaq harasa bir 22-23 kvadrat. Qiymət 45.000 manata. Bu evə sahib ola bilərsin. 45.000 manata Af yaşayış kompleksinin arxasında həyətinə maşın girən 2 otaqlı həyət evimizi 45.000 manata inşallah kim gəlsə onundur. Yəni cüzi endirim olacaq, o söhbəti yoxdur. Yəni olsa bazarlıq olur. Kanalımıza abunə olun, videonu bəyənin. Bu ev barədə kimin nə sualı varsa bizdən əlaqə saxlayın. Sağ olun, minnətdarım.